Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib. Dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verildi. Bildirildi ki, Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsi müasir akademik mühitin formalaşdırılması istiqamətində ardıcıl şəkildə inkişaf edən əsas struktur bölmələrdən biridir. Fakültədə hazırda 20 professor, müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 505 tələbə bakalavriat səviyyəsində, 7 ixtisas, iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, dövlət və bələdiyyə idarə etməsi, beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsil alır. Yeni akademik məzmunun formalaşdırılması, müasir tədris metodlarının tətbiqi, praktiki bacarıqların inkişafı, innovativ idarə etmə və nəticə yönümlü elmi tədqiqatlar fakültənin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Tədris binasında 40 auditoriya, kompüter laboratoriyaları, kitabxana, oxu və akt zalları, iclas, inzibati və professor müəllim otaqları mövcuddur. Müasir universitet konsepsiyasına uyğun dizayn edilərək inşa olunmuş binanın layihələndirilməsi və tikilməsində dayanıqlı inkişaf, inklüzivlik və resurslardan səmərəli istifadə prinsipləri nəzərə alınıb. Bir sözlə, bina tədris, tədqiqat və inzibati fəaliyyətin daha səmərəli şəkildə həyata keçirilməsinə imkan verən geniş və müasir infrastruktura malikdir. Yaradılmış şərait fakültənin elmi pedaqoji potensialının gücləndirilməsinə, tələbələrin bilik və bacarıqlarının inkişafına, əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun iqtisadiyyat və biznes istiqamətli yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına, elmi tədqiqat və innovativ fəaliyyətlərin genişləndirilməsinə imkan yaradacaq. Biznes və İqtisadiyyat Fakültəsinin yeni tədris binasının istifadəyə verilməsi, universitetdə müasir kampusun formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biri olmaqla yanaşı, Qarabağda və Şərqi Zəngəzurda yüksək səviyyəli ali təhsil ekosisteminin qurulmasına əhəmiyyətli töhfədir. Qeyd edək ki, Prezident İlham Əliyev 2024-2025-ci illər ərzində Qarabağ Universitetində görülən işlərlə tanış olub, universitetin, tələbə yataqxanasının, klinika binasının, tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılış mərasimlərində də iştirak edib. Hazırda Qarabağ Universitetində 27 ixtisas üzrə 6 fakültədə 2154 tələbə təhsil alır.